Bəli, demək pasiyentimiz 10 gün öncə əməliyyat üçün 12 gün öncə müraciət etmişdi. Gəldi Ramidotun qəbuluna. Adam görüşdü, qəbul elədi, burun formasını danışdınız, analiz verdiniz, əməliyyat oldunuz. İndi gəlmisiniz müayinəmizə, gips sirkondan çıxdı, burnunuzu gördünüz. Necədir? Bax, görməmiş işkinimiz yoxdur. Valideyəndə siz gəlmədiniz də. Hə? Deyəndən də. Valideyəndə siz yox idiniz. Aman tanrım, bu nə burundur, eləmi? Çox sıdır. Həqiqimi? Bəli, çox sıdır. Bax, buradan sizin yaşlı xanımlara, az yaşlı xanımlar, daha yuxarı yaşlı xanımlar nə demək istəyirsiniz? Demək istəyirəm ki, Ramin doktoru qoyub heç bir yerə getməsinlər. Bəli. Adam da ki, bəli, 14 ildir ki, Qəssablara da aldanmasınlar. Bəli. 1000 manat kredit falan olan reklamlara da aldanmasınlar. aha, sonra fake videolara inanmasınlar. Videolara inanmasınlar. Bəli. Sonra Ramidota inansınlar. Ramin doktoru, bəli. Demək, adamın əməliyyatından sonra sadəcə gözündə olan tujun ləkəsi qalıb. Ha? Yəni başqa heç görmədən şikayət isə qalmır. Ramidota nə demək istəyirsiniz? Belə pozitiv xəstələr həmişə olsun bizim yanımızda. Xəstə kimi yox, sadəcə olaraq qonaq gəlsin. Bəli, qonaq gəlsin, amma 50 dolu gəlsin. Dolu gələcək. Onda bir dənə açıb baxırıq buranı. Demək, bamiyəmiz. Demək, aşın üstündən çay içiləcək. Bu nədir xanım? Bunu da izah eləyərsiniz. Doktor bilmirəm dediyini düz tapmışam yoxsa yox, o da yoxsa yox, amma gələn səfər bir başqasını da Yox, bu deyil. gətirəcəm. Bu deyil. Bu nə? Bu deyil. Ramidota şirniyə seçir, aha. O belə